Salam, hörmətli izləyicilər, videoya xoş gəldiniz. Bu videoda Güvənin bugün 11-lər üçün keçirdiyi sınağın izahına baxacağıq. Başlayaq birinci sualdan. Tənlikləri verib, deyir ki, 5-ci saniyənin sonunda cisimlər arasındakı məsafə 15 metr olmuşdur. Hər birində t-nin yerinə 5 qoyaq, 60 çıxılsın 4 vur 5, x0 üstəgəl 6 vur 5. Birincidə cavab 60 çıxılsın 20, 40 eləyəcək. İkincidə isə x0 üstəgəl 30 eləyəcək. x2 minus x1 bərabərdir 15. Yəni x0 üstəgəl 30 minus 40 bərabərdir 15. x0 minus 10 bərabər 15. Buradan da alıram x0 bərabərdir 25. S yer dəyişmə vektorunun x və y oxları üzrə proyeksiyasının modulunu tapın. Deməli, x oxu üzrə proyeksiyası 0 olacaq. Çünki başlanğıcı da 3-dür, sonu da 3-dür. Çıxanda 0 qalır. Y oxu üzrə proyeksiyası isə y çıxılsın y0-dır. Son koordinatı 6, başlanğıc koordinatı 1 olduğu üçün burada qalacaq 5. Aha, sx bərabər 0, sy bərabər 5-dirsə, s qiyməti də olacaq kökün altında. Deməli, 5'in kvadratı üstəgəl 0'ın kvadratı, o da bizə yenə də 5 verəcək. Deməli, A-dan B-yə 5 saniyəyə çatırsa, çevrənin yarısını 5 saniyəyə gedirsə, hamısını nə qədər vaxta gedər? 5 vurulsun 2 bərabər 10 saniyə. Deməli, periyodu olacaq 10 saniyə. AB qövsünün uzunluğu 30'dur. Deməli, bütün çevrənin uzunluğu 2 piyerdirsə, AB qövsünün, yəni yarısının uzunluğu piyer olacaq. Bunu da bizə 30 veriblər. Pi də 3'dür. Deməli, R də bərabər olacaq 30 bölünsün 3 eləyəcək 10. Radiusu da tapdıq. İndi mənə deyir ki, cismin yer dəyişməyə görə orta sürətini hesabla və orta bərabərdir. Yer dəyişmə başlanğıc və son nöqtələri birləşdirən istiqamətlənmiş düzxət parçasıdır. Əgər burada cisim deməli A nöqtəsindən B nöqtəsinə gedibsə, bunları birləşdirəndə R 2R verir bizə. Deməli, yer dəyişməsi olacaq 2R. Aha, 2R. Zamanın yerinə elə 5 yazıram. 2 vurulsun, radius 10 bölünsün 5. Bu da eləyəcək 20 bölünsün 5. Alacaq 4. Deməli, sualda bizə radiusu verib ki, 4 metrdir. Fi'ni də 2t verib. Fi bərabər omega t olduğundan omeganın yerində burada 2 durur. Mərkəzi qaçma təcilini soruşur. A bərabər omega kvadratı r. 2 vurulsun. 2'nin kvadratı vurulsun 4. Bu da eləyəcək 16. Aha. Deməli, birinci cisim ikinci cismə 0,4 Newton qüvvə ilə təsir edir. Birinci cismin aldığı təcilin qiymətini hesablayın. Aha, birinci cismin təcilini soruşursa, F1 bərabər olacaq M1 vurulsun A1. Onsuz da qarşılıqlı təsir zamanı birinci cisim ikinci cismə hansı qüvvə ilə təsir göstərirsə, ikinci də birinciyə həmin qüvvə ilə təsir göstərir. Yəni, qüvvələr qiymətcə bərabərdir. 0,4 bərabərdir. M1 500 qramdır, yəni 0,5 kiloqramdır. Vurulsun A1. Buradan da A1'i tapacağıq. 0,4 bölünsün 0,5. Bu da eləyəcək 0,8. Üfüqi səth üzərində sükunətli olan, deməli, başlanğıc sürəti 0'dır. Verilmiş kütləli cisim F qüvvəsinin təsirindən hərəkət etdirilir. Cismin təcilinin, F qüvvəsinin qiymətindən asılıq qrafikinə əsasən onun kütləsini hesablayın. Yaxşı. Deməli, üfüqi müstəvidə cismə təcil verən həmin bu qüvvənin bax, bu proyeksiyasıdır. F kosinus alfa. Yəni ki, A bərabərdir. F kosinus alfa bölünsün M-dir. F vurulsun, kosinus alfanın 0,8 veriblər, bölünsün M. Aha, A 2'dir. F-i qrafikdən görürük 50'dir. Vur 0,8 bölünsün M. M də bərabər olacaq 50 vur 0,8 bölünsün 2. Bundan ixtisar gedər 0,4 qalar. Buradan da alaram 20. Deməli, sistemin təcili 2'dir. M1 6'dır. M2'ni də bizdən soruşur. A bərabərdir. M1 minus M2 bölünsün. M1 plus M2 vurulsun J. 2 bərabər olacaq. M1 6 minus M2 bölünsün 6 üstəgəl M2 vurulsun J'də 10'dur. 6 minus M2 bölünsün 6 üstəgəl M2 bərabər olacaq 2 bölü 10. Yəni 1 bölü 5. Aha, buradan da alacağım ki 6M2 bərabərdir 24'ə. M2 də bərabər olacaq 4'ə. A bərabərdir F əvəzləyici bölünsün M-dir.
Əgər əvəzləyici qüvvə sabitdirsə, onda AM-dən tərs mütənasib asılı olacaq. Cavab B variantı. Deməli, iki eyni kütləli cisim verib. Aha, məsafələr də hər ikisində R-dir. K nöqtəsində yekun qravitasiya sahəsinin intensivliyi hansı istiqamətdə yönəlir? Deməli, qravitasiya sahəsinin intensivliyi cismə doğru göstərilir, düzdürmü? Bax, cisim özünə cəzb edir. Həmçinin bu cisim də özünə cəzb edir. İndi baxın, J bərabərdir, Jm bölünsün R kvadratıdır. Məsafələr eyni, kütlələr eyni olduğu üçün hər ikisi özünə J ilə cəzb eləyəcək. Onda da elə bilin ki, əvəzləyici qüvvə tapırsınız, bax. Dördbucaqlıya tamamlayıb onun diaqonalını çəkirsiniz. Bax, bu istiqamətdə deməli yönələcək. Elə bil əvəzləyici qüvvə tapırsan. Deməli, kosmik gəmiyə təsir edən ağırlıq qüvvəsinin yer səthinə olan hündürlükdən asılılıq qrafiki hansıdır? F bərabərdir J, M bölünsün, R plus H-ın kvadratı. Məsafə ilə tərs mütənasib asılıdır, amma müəyyən qiymətdən başlayıb azalır. Çünki H sıfır olsa da F-in qiyməti var. 60 metr hündürlükdən sərbəst düşür. Deməli, V0 sıfırdır, H da bərabər 60-dır. 3-cü saniyənin sonunda bu cismin yer səthinə olan hündürlüyünü hesablayın. Gəlin onun yer dəyişməsini tapaq. Ya da birbaşa koordinat tənliyini yazaq. Y bərabərdir, başlanğıc koordinatı 60, deməli, aşağı düşür, V0 sıfırdır, başlanğıc sürəti sıfırdır, minus 0, J də mənfidir də, J də həmişə yerə doğru yönəlir. Minus JT kvadratı bölünsün 2. Bunu hesablayaq. 60 minus J 10'dur, T 3'dür, kvadratı bölü 2. Bu da olacaq 60 minus 90 bölü 2 45. Burada da qalacaq 15 metr. Aha. Всё. Deməli, yer səthinin 15 metr hündürlükdə olacaq. Yerini tapdım, yəni koordinatını tapdım. Sərbəst düşmə təcilinin düsturu J-in bölünsün R kvadratıdır, yəni D variantı. Cazibə qüvvəsi modulu F bərabərdir J, M1, M2 bölünsün R kvadratıdır. İki maddə nöqtə arasında məsafəni 2 dəfə azaltdıqda cazibə qüvvəsi 4 dəfə artar, çünki kvadratı ilə tərs mütənasib. Deməli, yer səthindən şaquli yuxarı atılmış cismin koordinatının zamandan asılılığı verilmişdir. Sürətləri müqayisə eləməyimizi istəyir. Baxın, iki nöqtəsi kəskin dönüş nöqtəsidir. Orada sürət 0 olur. V1 ilə V3-dən yer səthindən eyni hündürlükdə olduqlarına görə onların sürətləri bir-birinə bərabər olacaq. Yəni V1 V3-ə bərabərdir. Fikir versəz, eyni səviyyədədir. Simmetrikdir də bu hərəkət. V1 bərabər V3, onlar da böyükdür V2-dən. Verilmiş fiziki kəmiyyətlərdən hansının vahidi Newtondur? Çəki qüvvədir, ona görə vahidi Newtondur. Sərtliyi verib bizə. K bərabər 600 Newton bölü metr. Tarazlıqda olan sıxılmış yayın cismin kütləsi 3 kiloqramdır. Yayın uzunluğunu hesablayın. Aha. Deməli, əvvəl yay heç nə qoyulmayanda müəyyən qədər uzunluğu var idi. Ondan sonra bir qədər elə bil ki, qısaldı. Nə qədər deformasiya elədiyini bilmirik amma. Onu tapa bilərik. Deməli, MJ aşağı doğrudur, KX də yuxarı doğrudur. Gəlin oradan X-i tapaq. X bərabərdir, MJ bölünsün K tarazlıq halında. X bərabər olacaq M, 3, J 10, K-daki 600. Bu da eləyəcək 3 bölünsün 60. Yəni ki, belə. Cavablar santimetrləndir. Gəlin biz də bunu santimetrə çevirək. 100-ə vursaq olacaq 5 santimetr. Onda əvvəl nə qədər imiş? 25 imiş ki, 25-dən 20-nə çıxanda qalıb 5 santimetr. Deməli, sükunətdədir. Ağırlıq qüvvəsi və dayağın reaksiya qüvvəsi hansı istiqamətlərdə yönəlir? Ağırlıq qüvvəsi buradan yerin mərkəzinə doğru bu şəkildə yönəlir. Dayağın reaksiyası isə bax budur. Hansı nöqtə yayın sərtliyinin ən kiçik qiymətinə uyğundur? K bərabər F bölünsün X-dir. Aha, biz burada baxmalıyıq. Ən kiçik qiymətini istəyirsə, F-in kiçikləri, X-in də böyüklərini götürməliyik. F-in kiçik qiymətləri buradadır. X-in böyük qiymətləri isə buradadır. Kəşfməsi olur 4 nöqtəsi. Hansı cihazlardan istifadə edərək kiçik ölçülü bərk cismin, bicins bərk cismin sıxlığını təyin etmək olar? Rho bərabərdir, M bölü V-dir. Tərəzi, bir də menzurka. Yəni 2 və 4. Yer səthindən müəyyən hündürlükdən şaquli aşağı atılmış cismin YT qrafikini bizdən istəyir. Deməli, MJ ağırlıq qüvvəsi aşağıdır. Cisim də aşağı atılıbsa, qüvvə ilə sürət eyni istiqamətdə olanda hərəkət olacaq bərabər yeyinləşən.
Aha, müəyyən bir başlanğıc hündürlüyü də var. Onu da nəzərə alaq ki, müəyyən hündürlükdən başlayıb yeyinləşən bir hərəkət olacaq. Y-in T-dən asılılığı. Baxın bu şəkildə. Sıfıra sürüşdürsək, yəni görə bilərik ki, bu yeyinləşən hərəkətdir. Amma Y oxunun əksi istiqamətində. Çünki Y oxu yuxarıdır, amma cisim aşağı düşür. Y variantı. Deməli, K bərabərdir F bölünsün X-dir. Amma sərtlik əmsalı bunlardan asılı deyil. Y bölünsün E0-dan asılıdır. Ona görə də qüvvənin qiymətini 2 dəfə azaltdıqda K dəyişməz. Ancaq ki, X bərabər F bölü K-dır. Əgər qüvvənin qiymətini 2 dəfə azaldırıqsa, onda X də 2 dəfə azalır. Düz mütənasib asılıdır. Aha, ağırlıq qüvvəsi və çəki. Vektorial kəmiyyət hər ikisi. Çəki də qüvvə də vektorialdır. Hər ikisi dinamometrlə ölçülə bilir. Sərbəst düşmə zamanı çəki sıfırdır. Cismin yer tərəfindən cəzb olunduğu qüvvə ağırlıq qüvvəsidir. Cismin dayağa və yaxud askıya göstərdiyi təsir isə çəkidir. Çevrə üzrə hərəkət edən maddi nöqtənin vahid zamandakı dövrlərinin sayı n-dir. N bərabər n böl t. Maddi nöqtənin çevrə üzrə tam dövrünə sərf etdiyi zaman perioddur. T bərabər t böl n. Dönmə bucağının bu dönməyə sərf olunan zamanın nisbəti omeqadır. Bucaq sürəti. Maddi nöqtənin çevrə üzrə hərəkət sürətinin moduluna deyilir. Xətti sürət V bərabər 2πr böl t. Deməli, S bərabər 4t kvadratı veriblər. Buradan görən V0 0-dır. A-dakı 8-dir. 2-yə bölüb yazırlar. F əvəzləyici isə 40-dır. Kütləni istəyir. M bərabər də F bölünsün A. F əvəzləyici bölünsün A. 40 böl 8. O da eləyəcək 5 kiloqram. Yəni bu AT kvadratı böl 2-dir. 2-yə vurmağı unutmayın. Bölüb yazırlar. İpdən asılmış cisim şaquli yuxarı istiqamətdə bərabər təcillə qaldırılır. Aşağı doğru MJ-si var. Yuxarı qaldırılırsa, deməli təcil yuxarıdır. T minus MJ bərabərdir MA yaza bilərik. Gərilmə qüvvəsinin ağırlıq qüvvəsinə 1/2 dəfə böyük olarsa, T bərabərdir 1/2 MJ. 1/2 dəfə çoxdur. 1/2 MJ minus MJ bərabərdir MA yaza bilərəm. M-lər gedər. 1/2 J minus J bərabərdir A. 0,2 J bərabərdir A. A da bərabər olacaq 0,2 J də 10-dur. Eləyəcək 2. Təcil istəyirdi, tapdıq. 1 və 2 nöqtələrinə uyğun cismin sürətinin və cismə təsir edən əvəzləyici qüvvənin modulları arasında hansı münasibət doğrudur? M konstantdır. Deməli, əvəzləyici qüvvəni tapmaq üçün təcillə baxa bilərik. A da bərabərdir. Delta V bölünsün delta T-dir. Bərabər təcilli hərəkətdir. Digəri də bir bərabər təcilli hərəkətdir. Ona görə də mən burada təcili tapım. A1 bərabərdir. 0 minus V0 bölünsün sərf olunan müddət 2T0. Belə tapa bilərəm də. Onsuz da bərabər təcilli hərəkətdir. Bu qrafikin bu hissəsi də yenə bərabər təcilli hərəkətdir. Ona görə də mən orada A2-ni tapmaq üçün yazacağım. Son sürəti V0, başlanğıc sürəti 0, zamandakı 2T0-dan 3T0-a qədər T0 vaxtı gedir. Belə. Birincisi oldu mənfi V0 bölünsün 2T0, ikincisi də oldu V0 bölünsün T0. Buradan da görürəm ki, modulca A2 A1-dən çoxdur. Deməli, F2 də F1-dən çox olacaq. A2 böyüdü A1. F2 də böyüdü F1-dən. İndi sürətlərə baxsaq, sürətləri onsuz da qrafikdən görürük də. Yəni, sıfırdan yuxarı getdikcə qiymət artmalıdır. Ona görə də V1 V2-dən çoxdur. Yəni, sürətləri qrafikdən görürük. Deməli, 57-ci suala baxırıq. 0T1 zaman intervalında yeyinləşən hərəkətdir. Özü deyir ki, şaquli aşağı istiqamətdə hərəkət edən, deməli lift aşağı hərəkət edir. Onda birinci halda yeyinləşən olduğu üçün təcil də aşağı olacaq. P bərabər olacaq MJ minus A. İkincidə bərabər sürətli olduğu üçün təcil 0 olacaq. P bərabər olacaq MJ-yə. Üçüncüdə isə bərabər yavaşlayandır. Sürət aşağıdır, amma yavaşlayan hərəkətdir. Deməli təcil yuxarı yönəlməlidir. Təcil yuxarı yönəlsə düstur olur MJ plus A. Belə. Yəni, 1-də 0T1 müddətində təcil aşağı yönəlir və çəkidəki, sükunətdəki çəkidən kiçikdir. 2-də təcil yoxdur.
təcil sıfıra bərabərdir. Yəni çəki də sükunətdəki çəkiyə bərabərdir. Üçüncüdə isə təcil şaquli yuxarı yönəlmişdir və çəki də çoxdur, böyükdür. Cisim yer səthindən 30 metr böl saniyə sürətlə şaquli yuxarı atılmışdır. Aha, V0 30-dur. Deməli, T qalxma bərabər V0 bölünsün J-dən. O 30-u böləcəm 10-a, bu eləyəcək 3. T uçuş T qalxmanın 2 mislidir, yəni 6. Sonra H maksimal neçə olacaq? V0-ın kvadratı bölünsün 2J-dən, 30-un kvadratı 2 vur 10. Bu da eləyəcək 45. Necə hərəkət etdiyini yazın. Aha, lap qrafikində çəkə bilərik. Aha, şaquli yuxarı hərəkət əvvəlcə yavaşlayandır. Özü də ki, Y oxu istiqamətində. Çünki yuxarı gedir axı. Amma sonra yeyinləşəndə Y oxunun əksinə. Bura yazacağım 3, bura olacaq 30 və belə. Əvvəlcə deməli Y oxu istiqamətində yeyinləşən, yavaşlayan, sonra Y oxunun əksinə yeyinləşən. Əvvəlcə şaquli yuxarı yavaşlayır, sonra da aşağı doğru yeyinləşir. Aha, mənə orada 5 saniyəni vurğuluyur. Mən bura qrafikə 5 yerləşdirdim. 5 saniyə sonraki sürətini də tapıram. V bərabər V0 minus JT-dən. V0 30, J 10, T-də 5. Bu da eləyəcək mənfi 20. Bax, burada yazıram mənfi 20. Belə. Əvvəlcə ilk 3 saniyə yavaşlayır, sonraki 2 saniyədə amma təzədən yeyinləşir. Deməli, trayektoriyanın aşağı nöqtəsi buradır da. Məndə deyir ki, ipdə yaranan gərilmə qüvvəsini tap. Bunu soruşur. Aşağı doğru MJ var. Təcil təbii ki, bunun mərkəzinə doğru yönəlir. Ona görə də əvəzləyici qüvvə də deməli mərkəzə doğru yönəlir. Yəni T-dən MJ-nə çıxıb bərabər eləyəcəm MA-ya. T də bərabər olacaq MJ plus A. Aha. İndi bizdə A yoxdur, amma narahat olmayın. A-nın yerinə V kvadratı böl R yazıb tapmaq olar. V var 3 kvadratı bölünsün 0,5. Bu eləyir 18. Gətiririk, burada yazırıq. Kütləsi 0,1, J10, təcildə 18. Olacaq 2,8 Newton. Gəlin hər biri üçün koordinat tənliklərini yazaq. X1 bərabərdir. Başlanğıc koordinatını 0 qəbul eləyək. Üstə gəl, X oxu istiqamətində gedir. 30T. X2 bərabərdir. Başlanğıc koordinatı 50, çünki 50 metr qabaqdan başlayıb. Üstə gəl, sürəti də 20T. Belə. Və indi aralarındakı məsafəni tapaq. X2 çıxılsın, X1 bərabərdir. 50 üstə gəl 20T minus 30T. Bu da olacaq delta X bərabərdir 50 minus 10T. İndi bunun zamandan asılı qrafikini çəkə bilərəm. Deməli, başlayacaq. Aralarındakı məsafə 50 metrdən başlayır. Əvvəlcə azalır. Sonra isə təzədən artır. Aha, nə zaman görüşəcəklər? Bir dənə onu da tap. Görüşəcəkləri A-nı tapmaq üçün tənliklərini bərabərləşdirək. 30T bərabər 50 üstə gəl 20T. 10T bərabərdir 50. T də bərabərdir 5. Aha, 5 saniyə sonra görüşürlər. İlk 10 saniyə ərzində də burada. 10 saniyə sonra aralarındakı məsafə nə qədər olacaq? 30 vurulsun 10, 300 eləyir. 50 üstə gəl 20 vurulsun 10, eləyir 250. Aha, 10 saniyə sonra yenə aralarındakı məsafə 50 metr olacaq. Belə. Məsafə əvvəlcə azalır, sonra yenə artır. Aha, 4-cü qrupun sualına baxırıq. Deməli, ipin uzunluğu elə radiusdur. R bərabər qeyd edə bilərik. Aha, M bərabər 100 qram, yəni 0,1 kiloqramdır. J-də 10-dur. 5 dəqiqə ərzində 300 dövr edən cismin xətti sürətini hesablayın. V bərabərdir 2πr böl T. 2πr T böl N də qalxır yuxarı. V bərabər olacaq 2 vurulsun pi 3-dür. R-dəki 0,5-dir. N 300-dür. T də 5 dəqiqədir, amma onu da saniyəyə çevirmək üçün 60-a vurur. Buradan da alıram 3 metr böl saniyə. Deməli, bu bizim cismimizdir burada. İpdə yaranan gərilmə qüvvəsini soruşur. Ən aşağı nöqtəsindən keçən anda. Bax, çevrənin mərkəzinə doğru yönəlir təcil. Həmçinin əvəzləyici qüvvədə. Aşağı doğru da mj ağırlıq var. Ona görə T-dən mj-nə çıxıb Newtonun ikinci qanuna görə MA-ya bərabərləşdirirəm. T də bərabər olur mj plus A. M
J üstəgəl A-nın yerinə də V kvadratı bölür yazıram çevrə üzrə. Çevrə cızdığına görə. Aha, T bərabər olacaq M 0,1, J 10, V-ni tapmışam 3 kvadratı 9, radiusdakı 0,5 veriblər. 0,1 vurulsun 10 üstəgəl 18. 2,8 verir. Cismin dövr etmə tezliyi n 2 dəfə artırılır. Bu hala uyğun cismin xətti sürətinin tezlikdən asılılıq qrafiki V bərabər 2 pi r n-dir. Yəni düz mütənasib asılıdır. Ona görə də V başlanğıcda 3 idi, sonra artacaq. N-lə, yəni düz mütənasib asılıdır 3. Burada olacaq deməli. Qrafik belə bir şey olacaq. Başlanğıcda sürət 3 idi. 2 dəfə artır. Elə bil tezlik n olanda 3 olur. 2n olanda isə 6 olur. Belə bir qrafik olacaq.